Salam uşaqlar, gəlin sizə bir sir verim. Bugün meşəyə gedirik, amma heç kimə deməyin. Orada bizi çox maraqlı, sirri dostlar gözləyir. Hazırsınız? Elə isə gedək. Pıst, yavaş, yavaş, gəlin arxamca. Amma çox sakit olun. Hə? Elə bil balaca siçanlarıq, ayaqlarımızın ucunda yeriyirik. Qoy meşədə yaşayanlar bizi eşitməsin. Axı biz onların sirlərini öyrənməyə gəlmişik. Və macəra başlayır. Dayanın, bir dəqiqə. O da nədir elə? Otların arasında gizlənib. Bu bizim səyahətimizin ilk qəhrəmanıdır. Görəsən o nədir lor? Onu bu qədər maraqlı edən nədir? Gəlin biraz da yaxınlaşaq, baxaq. Bilirsiniz, göbələkçilər nə ağacdır, nə də gül. Onlar heç bitki də deyirlər. Onlar bambaşqa, çox qəribə canlılardır. Günəşi də heç sevmirlər, elə bil utancaqdılar. Ona görə də həmişə gedib ağacların altında, nəm və qaranlıq yerlərdə gizlənirlər. Yaxşı, bəs bu kölgədə gizlənən balaca dostlarımız bütün gün nə işlə məşğul olur? Bəlkə də yarpaqların altında gizlənqaç oynayırlar, ha? Yoxsa bəlkə onların super gücləri var? Gəlin bu sirri birlikdə açaq. Onlar meşənin əsl super qəhrəmanlarıdır. Düz eşitdiniz. Təbiətin balaca köməkçiləri. Bilirsiniz nə edirlər? Yerə tökülən bütün o köhnə yarpaqları, qurumuş ağac budaqlarını yeyirlər və meşəni təmizləyirlər. Onlar olmasa meşə çox çirkli olardı. Əsl zəhmətkeşdilər, elə deyil. İndi isə diqqət, hazır olun. Böyük göbələk ailəsinin ən məşhurları ilə tanış olmaq vaxtıdır. Hamısı bir-birindən fərqlidir, çox maraqlıdırlar. Görəsən, ilk kim gələcək? Və alqışlarla qarşılayın. Hamının sevdiyi məşhur şampinyon. Salam şampiyon, o ən mehriban və ən dadlı göbələklərdəndir. Məncə siz onu tanıyırsınız, elə deyil? Yəqin ki, yeməklərdə görmüsünüz. Şampiyon təkcə dadlı deyil ha, o həm də bizi güclü edən vitaminlərlə doldu. Ən çox da harda olur? Pizzanın üstündə, ay nə gözəl görünür. Gələn dəfə pizza yeyəndə o balaca ağ papaqlı dostumuza salam deməyi unutmayın, yaxşı? İndi sizə elə bir sir açacağam ki, elə bir göbələk var ki, o görünməzdir. Bəli, biz onu gözlə görə bilmirik. Çünki o qədər balacadır ki, adı da Mayadır. Və bu görünməz dostumuzun çox qəribə bir sehri var. Maya ən çox şəkəri sevir. Xəmirin içinə düşən kimi başlayır şəkəri yeməyə və elə bir xəmiri qıdıqlayır. Xəmir də qıdıqlandığı üçün gülməyə başlayır. Böyüyür, əsnəyir, olur yumşaq bir şey. Mətbəxdən gələn o ləzzətli çörəyi var ha, bax o, bu balaca sehirbazın işidir. Bəs heç evdə köhnəlmiş çörəyin üstündə yaşıl ya da boz rəngdə tüklü bir şey görmüsünüz? Bax o da göbələk ailəsindəndir, adı çiftdir. O bizə deyir ki, diqqət, bu yemək artıq xarab olub, onu yeməyin. Amma özünü də yemək olmaz ha, əsla. Uşaqlar, indi bir dəqiqə bütün oyunları dayandıraq və mənə çox diqqətlə qulaq asın. İndi sizə meşənin ən vacib qaydasını deyəcəm. Bu qaydanı heç vaxt unutmaq olmaz. Meşədəki göbələklərdən bəziləri bizim dostumuzdur. Məsələn, şampinyon. Amma bəziləri də var ki, onlar kələkbazdır. Kələkbazlar çox gözəl, qıpqırmızı, bəzəkli görünürlər ki, bizi aldatsınlar. Amma əslində onlar çox təhlükəlidir. Unutmayın, onlar dost deyil. Bizi aldatmaq istəyən kələkbazlardır. İndi sizə bir sual verim. Deyək ki, meşədə gəzirsən və birdən qarşına çox gözəl, qıpqırmızı bir göbələk çıxır. Onu qoparıb yemək olar? Nə fikirləşirsiniz? Əlbəttə ki, əsla yemək olmaz. Bu sözü heç vaxt unutmayın. Heç vaxt böyüklər yanınızda olmadan meşədəki göbələyə toxunmaq və ya onu yemək olmaz. Bu bizim qızıl qaydamızdır. Bəs niyə olmaz bilirsiniz? Çünki o kələkbaz göbələklər bəzən bizim yaxşı dostumuz olan göbələklərə o qədər oxşayırlar ki, onları ayırt etmək çox çətindir. Əgər səhvən onlardan yesək, çox pis xəstələnə bilərik. Ona görə də ən yaxşısı nədir? Göbələklərə ancaq böyüklər icazə verəndə baxmaq və yemək üçünsə yalnız mağazadan almaq. İndi gəlin bir oyun oynayaq. Mən deyim, siz də mənimlə təkrar edin. Hazırsınız? Şübhən varsa uzaq dur. Gəlin bir də deyək. Şübhən varsa uzaq dur. Afərin sizə. Yəni, əgər bir göbələyin yaxşı yoxsa pis olduğunu bilmirsənsə, ona heç yaxınlaşma. Bax, bu cümlə səni həmişə qoruyacaq. Bax belə, biz də meşədəki sirli dostlarımızla tanış olduq. Çox maraqlı bir səyahət oldu, elə deyil?
Amma yaddan çıxarmayın, meşənin sirləri bununla bitmir. Görəsən o ağacların içində kim yaşayır, ya da o yarpaqların altında başqa hansı macəralar var? Həmişə maraqlı qalın və kəşf etməyə davam edin. Hələlik mənim balaca dostlarım.